Son günlər kərə yağının qiyməti artıb. Apardığımız müşahidələrə əsasən 7 müxtəlif marka kərə yağı bahalaşıb. Belə ki, Slavyanskaya kərə yağının 500 qramı keçən ilin dekabr ayında 11 manat 88 qəpiyi idisə, hazırda bu yağın qiyməti 1 manat 10 qəpiyi bahalaşaraq 12 manat 98 qəpiyi olub. Yeni Zelandiya yağının 1 kiloqramı 22 manat 48 qəpiydən 22 manat 68 qəpiyə qalxıb. Belmas kərə yağının 1 kiloqramı isə 22 manat 88 qəpiyə təklif edilirdisə, hazırda qiymət 23 manat 98 qəpiyidir. Golden Crown kərə yağının 400 qramı 9 manat 80 qəpiydən 10 manat 90 qəpiyə yüksəlib. Bundan başqa Azərsüd, Beskov kərə yağlarında da artım var. Ən çox artım isə 7 manat məbləğində Pınar kərə yağında qeydə alınıb. Belə ki, Pınar kərə yağının 1 kiloqramı 29 manat 98 qəpiydən 36 manat 98 qəpiyə qalxıb. Yeri gəlmişkən qeyd edək ki, 2026-cı ilin yanvarın 1-dən etibarən kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb və bu qərar qiymətlərə təsir edib. Mövcud iqtisadi konjunkturun təhlili göstərir ki, 2025-ci ilin 11 ayında kərə yağı qiymətlərində müşahidə edilən yüksək qiymət artım tempi, yəni 11,3%lik qiymət artım tempi 2026-cı ildə də çox böyük ehtimalla davam edəcəkdir və hətta daha yuxarı faizlərlə qiymət artımları mümkündür. Əsas faktorlara yanacağın qiymətinin artırılması ilə bağlı qərarın qəbul edilməsi ki, nəqliyyat xərclərini təchizat zəncirindəki xərcləri artırmaqla dolayısıyla da bu xərclərin istehlak qiymətlərinə transformasiyasına gətirib çıxaracaqdır. 2. Kərə yağı idxalına son 8 ildə güzəştli idxal rüsumunun tətbiqi ilə bağlı müddətin başa çatması və hökumətin müvafiq istiqamətdə güzəşt dövrünün artırılması ilə bağlı qərarın olmaması, yəni artıq 10% bəndi əvvəlki ilə müqayisədə kərə yağı idxalçıları daha çox rüsum ödəməli olacaqlar. 5-ci ilin 10 ayı ərzində idxal olunan kərə yağı və onun dəyərinin təhlilindən belə başa düşürük ki, bu statistik göstəricilərin müqayisəsindən görmək olar ki, təxminən orta hesabına 1 kiloqram kərə yağının qiymətində 1,2 manat məbləğində əlavə xərc yaranacaq. Təbii ki, bu bahalı kərə yağlarında daha yuxarı, amma ucuz kərə yağlarında isə daha aşağı faizlərlə ifadə oluna bilər. Hazırda mövcud konjunkturda güzəştin dövrünün, güzəşt müddətinin artırılması əslində düşünürəm ki, gözlənilən idi. Nazirlər Kabinetinin biz təsdiq etdiyi istehlak səbətinin strukturunu əsas götürsək, il ərzində 4 nəfərlik bir ailə üçün təxminən 30 kiloqrama yaxın kərə yağına ehtiyac vardır və bu da xərclərin, yəni kərə yağı xərclərinin təxminən deyək ki 80-100 manat arasında artmasına gətirib çıxarda bilər. Bununla belə hesab edirəm ki, Azərbaycan hökuməti əlində olan alətlərdən istifadə etməklə kərə yağının qiymətinin artımı istiqamətindəki mövcud təzyiqləri qismən neytrallaşdıra bilər və yaxud da əhəmiyyətli səviyyədə azalda bilər. Ümumdünya Ərzaq Təşkilatının ağartı məhsulları indeksi, süd məhsulları indeksi 2025-ci ilin dekabr ayının statistikasına görə 4,4% aşağı düşüb. Yəni kəskin azalma müşahidə olunub dekabr ayında. Amma bu azalmaya baxmayaraq, hələ də 2025-ci ildə ağartı məhsulları indeksində 13,2%lıq ciddi artım müşahidə olunub. Yəni 2025-ci il süd məhsullarında, o cümlədən də yağın dünya bazar qiymətində 13,2% bahalaşma müşahidə olunub. Ölkə daxilində həm kommunal xərclərdə artımdır, eyni zamanda daşıma xərclərində artımdır. Dizel yanacağının qiyməti artıb. Ümumi daşıma xərcinin artması, ümumi enerji xərclərinin artması ona gətirib çıxarır ki, dünya bazarındakı ucuzlaşmanın bir hissəsini daxili bazardakı xərc artımı aradan qaldırır. Baxmayaraq dünya bazarında əhəmiyyətli ucuzlaşma var, lakin ölkə daxilində məhsulun saxlanması, daşınması ilə əlaqədar məsələlər qiymətlərin daha çox ucuzlaşmasına mane olacaq. Çünki ölkə daxili inflyasiya, xərclərin artması müşahidə olunur. Baxmayaraq ki, yerli istehsalçılar mövcuddur, yağ istehsalçıları mövcuddur bazarda,
bazarda, amma əsasən ixal qiymətləri əsasında formalaşır. Çünki yerli yağ istehsalçılarının istehsal gücləri məhduddur. Bazarda əsas tələbatı ödəyən ixaldır. Yerli yağ istehsalçılar da heyvandarlıq zəif inkişaf elədiyinə görə xam malı əsasən xaricdən ixal edirlər və nəticə etibarilə yenə də yağ istehsalında dəyər zənciri xarici tədarükat zənciri əsasında formalaşır. Ötən il yağ, süd məhsulları kəskin bahalaşıb dünya bazarında, amma qeyd etdiyim kimi ilin 4-cü rübündən tədricən stabilləşmə və azalma var və biz də bunu tədricən 1-ci rübdən hiss edəcəyik. Ən azından qiymətlərin indiki dövrdə bahalaşması artıq olmayacaq. Kərə yağının qiymətinin artması ilə bərabər onun keyfiyyətinin artması barədə heç bir proqnoz yoxdur və olmaz. Əksinə, qiymət artdığı üçün saxta kərə yağları gələcək bazara və bu artıq olacaqdır. Güman ki, spirit yağlar, bitki yağları daha olacaq, qarışıq yağlar və istehlak üçün aldadan amillər daha çox olacaqdır. Qiymətin artması heç də onun kərə yağının keyfiyyətinə bir müsbət təsir göstərən bir fakt yoxdur.